Məsələ 951. Namazın vacibatından bəzisi namazın rüknü sayılır. Yəni, əgər insan onları yerinə yetirməsə, yaxud bu qəsdən ya səhvən olsa, namaz batil olur. Bəziləri rükn deyildir. Yəni, əgər səhvən azaldsa, namaz batil olmur. Namazın rüknü 5-dir. 1. Niyyət. 2. Təkbirətül-ehram. 3. Qiyam. Rükuya bitişik qiyam, yəni rükudan əvvəl ayaq üstə durmaq. 4. Rüku. 5. Bir rükətdə 2 səcdə. Amma qəsdən artılırsa, mütləq namaz batil olur və o surətdə ki, səhv üzündən rüku ya bir rükətdə 2 səcdəni artırsa, namaz lazım ehtiyata əsasən batildir. Əks təqdirdə batil deyil. Niyyət. Məsələ 952. İnsan namazı qürbət qəsdi ilə, yəni Allahın əmrini yerinə yetirmək qəsdi ilə qılmalıdır. Amma niyyəti qəlbindən keçirməsi və ya dili ilə 4 rükət zöhr namazı qılıram, qürbətən illallah sözünü deməsi lazım deyildir. Məsələ 953. Əgər zöhr və ya əsr namazını qılarkən 4 rükət namaz qılıram deyə niyyət edər, amma o namazın zöhr və ya əsr namazı olduğunu müəyyən etməzsə, namazı batildir. Həmçinin, məsələn, zöhr namazının qəzası boynuna vacib olan şəxs, zöhr namazının vaxtında, zöhr namazının ədasını və ya qəzasını qılmaq istəyərsə, qılacağı namazı niyyətində müəyyən etməlidir. Məsələ 954. İnsan namazının başlanğıcından sonuna qədər niyyətində baqi qalmalıdır. Belə ki, əgər namaz əsnasında nə edirsən deyə soruşularsa, nə cavab verəcəyini bilməyəcək qədər qəflətdə olarsa, namazı batildir. Məsələ 955. İnsan yalnız mütəal Allahın əmrini yerinə yetirmək üçün namaz qılmalıdır. Belə ki, riya, yəni xalqa göstəriş üçün namaz qılan şəxsin namazı batildir. İstər sırf xalqa göstəriş üçün olsun, istərsə həm Allahı, həm də xalqı birlikdə göz önünə alsın, fərqi yoxdur. Məsələ 956. Namazın bir qismi Allahdan başqası üçün yerinə yetirilirsə, istər o hissə həmd kimi vacib olan bir hissə olsun, istər qunut kimi müstəhəb olsun, əgər qeyri-ilahi qəsdi namazın hamısına sirayət eləyər və ya o hissəni yenidən yerinə yetirmək, namazı batil edən bir artıqlığın meydana gəlməsinə yol açarsa, namazı batildir. Əgər namazı Allah rizası üçün qılır, lakin cəmaata göstərmək üçün məscid kimi xüsusi bir yerdə və ya vaxtın əvvəli kimi bəlli bir vaxtda ya da cəmaat namazı kimi xüsusi bir tərzdə qılırsa, namazı batildir. Təkbirətül-ehram. Məsələ 957. Allahu Əkbəri hər namazdan əvvəl demək vacib və rükündür. Allah və Əkbəri ardıcıl demək lazımdır. Ha belə gərək bu iki kəlməni ərəbcə düzgün deyəsən. Əgər ərəbcə səhv deyilsə, yaxud məsələn, onun tərcüməsini farsca desə, səhih deyil. Məsələ 958. Müstəhəb ehtiyat odur ki, namazın təkbirətül-ehramını ondan əvvəl oxuduğu şeylərə, məsələn, iqamiyə və təkbirdən əvvəl oxuduğu dualara birləşdirməsin. Məsələ 959. Əgər insan Allahu Əkbər kəlməsini ondan sonra oxuduğu şeyə, məsələn, Bismillahirrahmanirrahim kəlməsinə birləşdirmək istəyərsə, Əkbərin R hərfini zəmmə ilə oxuması daha yaxşıdır. Amma vacib namazda onu sonraki kəlməyə bitişdirməmək ehtiyat müstəhəbdir. Məsələ 960. Təkbirətül-ehram deyən vaxtda gərək bədən sakit olsun. Əgər qəsdən bədəni hərəkətdə olan zaman təkbirətül-ehram desə, batildir. Məsələ 961. İnsan təkbir, fatihə, surə, zikr və duanı ən azı özü öz səsini duya biləcək şəkildə oxumalıdır. Əgər qulağının ağır eşitməsi və ya kar olması, yaxud da çox gürültülü olması səbəbindən öz səsini duya bilməzsə, bir maniyə olmadıqda duya biləcəyi şəkildə oxumalıdır. Məsələ 962.
Hər hansı bir səbəb üzündən lal olan və ya dilindəki xəstəlik səbəbi ilə Allahu Əkbəri söyləyə bilməyən bir şəxs necə söyləyə bilirsə, o cürdə deməlidir. Heç söyləyə bilmirsə, təkbiri qəlbindən keçirməli və onun ləfzini göstərməyə uyğun olacaq şəkildə barmağı ilə işarə etməli və mümkün olduğu təqdirdə dil və dodaqlarında tərpətməlidir. Ancaq anadan gəlmə lal olan bir şəxs təkbiri söyləyən şəxslər kimi dil və dodağını hərəkət etdirməli və onun üçün barmağı ilə də işarə etməlidir. Məsələ 963. Təkbirətül ehramdan sonra aşağıda göstərilən duanı oxumaq müstəhəbdir. Ya muhsinu qad ətəkəl musib və qad əmərtəl muhsin ən yətəcəvəz anil musib أنت المحسن وأنا المسيء بحق محمد وآل محمد صل على محمد وآل محمد وتجاوز عن قبيحه ما تعلم مني. Yəni, ey bəndələrinə ihsan edən Allah, günahkar bəndən sənin qapına gəlib və sən əmr etmisən ki, xeyrxah günahkarı bağışlasın, sən xeyrxahsan, mən isə günahkar. Muhammed və Ali Muhammed əleyhissalamın xatirinə öz rəhmətini Muhammed və Ali Muhammedə göndər və məndən baş vermiş pis işləri bağışla. Məsələ 964. Müstəhəbdir ki, namazın birinci təkbiri və namazın arasındakı təkbirləri deyən vaxtda əlləri qulaqların müqabilinə qaldırsın. Məsələ 965. Əgər təkbirətül ehramın deyib deməməsində şəkk etsə, belə ki, bir şeyi oxumağa məşğul olubsa, şəkkinə etina etməməli və əgər bir şeyi oxumayıbsa, təkbir deməlidir. Məsələ 966. Əgər təkbirətül ehramı dedikdən sonra onu düzgün deyib demədiyi barədə şəkk edərsə, istər bir şeyi oxumağa başlamış olsun və ya olmasın, şəkkinə etina etməməlidir. Qiyam. Məsələ 967. Təkbirətül ehram deyilən vaxtdakı qiyam, düz durmaqla, rükuya bitişik qiyam adlanan, rükudan qabaqki qiyam rükündür. Amma həmd surə oxunan vaxtdakı qiyam və rükudan sondakı qiyam rükün deyil. Əgər bir şəxs onu unudaraq deməsə, namazı səhihdir. Məsələ 968. Təkbirətül ehram qiyam halında dedikdə, əmin ola bilməsi üçün biraz ondan qabaq və biraz da ondan sonra ayaq üstə dayanması vacibdir. Məsələ 969. Əgər həmd və surəni oxuduqdan sonra unudaraq rüku etmədən oturar və rüku etmədiyini xatırlayarsa, ayağa qalxıb rükuya getməlidir. Əgər ayaq üstə durmadan rüku halına qayıdarsa, rükuya bitişik qiyamı tərk etdiyinə görə kifayət etməz. Məsələ 970. Təkbirətül ehram və ya qirayət üçün ayaq üstə durarsa, bədənə hərəkət vermək ya bir tərəfə əyilmək olmaz. Lazım ehtiyata əsasən bir yerə söykənməsin. Amma əgər əlacsız olsa, eybi yoxdur. Məsələ 971. Qiyam halında olduğunu unudaraq bədəninə hərəkət versə, ya bir tərəfə əyilsə, ya bir yerə söykənsə, eybi yoxdur. Məsələ 972. Qiyam halında ikən hər iki ayağında yerdə olması ehtiyat vacibdir. Amma bədəninin ağırlığının hər iki ayağın üzərində olması lazım deyil. Bir ayaq üzərində olsa da eybi yoxdur. Məsələ 973. Düzgün şəkildə ayaq üstə dura bilən şəxs, əgər ayaqlarını xeyli aralı qoysa, dayanmaq düz olmasa, namazı batildir və həmçinin lazım ehtiyata əsasən ayaqlarını ona adi qiyam deyilməyəcək şəkildə xeyli aralı qoymaq olmaz. Məsələ 974. İnsanın namazda vacib zikirlərdən bir şey oxuduğu zaman bədəninin hərəkətsiz olması lazımdır. Həmçinin lazım ehtiyata əsasən müstəhəb zikirlərdən bir şeyi oxumağa məşğul olduğu zamanda hökm eynidir. Əgər qabağa və arxaya getmək və ya bədənini sağa və ya sola biraz hərəkət etdirmək istəyərsə, bir şey oxumaması lazımdır. Məsələ 975. Əgər bədənin hərəkəti vaxtı bir müstəhəbbi zikri desə, məsələn, rükuya ya səcdiyə gedən vaxt
təkbir desə, belə ki, namazda göstəriş verilən zikr qəsdi ilə deyərsə, o zikr səhih deyildir, amma namazı səhihdir. Və ayağa qalxarkən bihaulillahi və qüvvətihi əqumu və əqud desin. Məsələ 976. Ələ və barmaqlara hərəkət verməyin eybi yoxdur. Amma bunları da hərəkət etdirməmək ehtiyat müstəhəbdir. Məsələ 977. Əgər həmd və surə ya da təsbihatı oxuyarkən özündən asılı olmayaraq bədəninin sükunəti pozulacaq qədər hərəkət eləyərsə, bədəni sakitləşdikdən sonra hərəkət halında oxumuş olduğu miqdarı təkrar oxuması müstəhəb ehtiyatdır. Məsələ 978. Əgər namaz əsnasında dura bilməsə, gərək otursun. Əgər otura da bilməsə, gərək uzansın. Amma bədəni sakitləşməyincə, gərək vacib zikirlərdən bir şey deməsin. Məsələ 979. İnsan ayaq üstə namaz qılmağa imkanı olduğu təqdirdə oturaraq namaz qılmamalıdır. Məsələn, ayaq üstə durduğu zaman bədəninin hərəkətini saxlaya bilməyən və ya bir şeyə söykənmək məcburiyyətində qalan ya da bədənini biraz əymək məcburiyyətində qalan bir şəxs hər nə qədər imkanı vardırsa, bu cür ayaq üstə durub namazını qılmalıdır. Amma əgər heç bir şəkildə ayaq üstə dura bilmirsə, düzgün oturaraq namazını qılmalıdır. Məsələ 980. İnsan oturaraq namaz qıla bildiyi zaman uzanaraq namaz qılmamalıdır. Əgər düzgün otura bilmirsə, hər nə qədər imkanı varsa, o cür oturmalıdır. Əgər heç bir şəkildə otura bilmirsə, qiblə hökmlərində söyləndiyi kimi sağ yanı üstə uzanmalıdır. Əgər bunu da edə bilmirsə, sol yanı üstə uzanmalıdır. Əgər lazım ehtiyata əsasən sağ yanı üstə uzanması mümkün olduğu təqdirdə, sol yanı üstə uzanmamalıdır. Əgər bu ikisi mümkün deyilsə, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə arxası üstə uzanmalıdır. Məsələ 981. Oturduğu yerdə namaz qılan şəxs həmd və surədən sonra ayaq üstə durub rükunu ayaq üstə yerinə yetirə bilirsə, gərək qalxıb qiyam ilə rükuya getsin və əgər edə bilmirsə, gərək rükunu oturduğu yerdə yerinə yetirsin. Məsələ 982. Uzandığı yerdə namaz qılan şəxs namaz əsnasında otura bilirsə, gərək bacardığı miqdarda oturub qılsın və əgər dura bilirsə, bacardığı qədər ayaq üstə qılsın. Lakin bədəni sakit olmayınca vacibi zikirlərdən oxumasın. Məsələ 983. Oturduğu yerdə namaz qılan şəxs əgər namaz əsnasında dura bilsə, gərək bacardığı miqdarda ayaq üstə qılsın. Amma bədəni sakit olmayınca vacib zikir oxumasın. Məsələ 984. Ayaq üstə dayana bilən şəxs ayaq üstə xəstələnəcəyindən yaxud zərər çəkəcəyindən qorxsa, oturduğu yerdə namaz qıla bilər. Əgər oturmadan da qorxsa, uzandığı yerdə namaz qıla bilər. Məsələ 985. Əgər insanın vaxtın axırında ayaq üstə namaz qıla biləcəyinə ümidi varsa, vaxtın əvvəlində namaz qılsa, vaxtın axırında ayaq üstə durmağa qüdrət hasil etsə, gərək namazı ikinci dəfə qılsın. Amma namazı ayaq üstə qıla biləcəyinə ümid etməsə, əgər vaxtın əvvəlində namazı qılsa və sonra ayaq üstə durmağa qüdrət tapsa, namazı yenidən qılmaq lazım deyil. Məsələ 986. İnsanın ayaq üstə durduğu zaman bədənini düz saxlaması, çiyinlərini aşağı salması, əllərini budlarının üzərinə qoyması, barmaqlarını bir-birinə bitişdirməsi, səcdə yerinə baxması, bədəninin ağırlığını hər iki ayağın üzərinə bərabər şəkildə yükləməsi, xüzu və xüşu içərisində olması, ayaqlarını bir sırada tutması, əgər kişidirsə, ayaqlarının arasında 3 açıq barmaqdan bir qarışa qədər ara buraxması və əgər qadındırsa, ayaqlarını bir-birinə bitişdirməsi müstəhəbdir.